Yəni, vaxtınız xeyir əziz dostlar. Bugün istəyirəm bu maşından bağlı biraz məlumat verim. Çünki artıq 11.000 kilometrə yaxın yürüyüşü var maşının və istəyirəm bu 11.000 kilometr ərzində maşına nə kimi qulluq eləmişəm və nə kimi mənə problemlər yaradıb, nə kimi narahatçılıqlarım və nə kimi müsbət fikirlərim var, bunları bildirim. Deməli, ilk öncə bildirmək istəyirəm ki, bu maşın hal-hazırdakı bazar qiyməti 24-25 min manatdır. 23 min manata da var, ağ rəngləri 23 min, 22 min 500 da var. Qara rənglər 24 min və 24 mindən yuxarı tapıla bilir. Düzdür, qara rəng azdır, ancaq artıq var Bakıda. Yəni, ilk öncə onu demək istəyirəm ki, yəni, bu qiymət üçün yaxşı maşındır. Düzdür, mənfi tərəfləri var, mən razıyam. Ancaq müsbət tərəfləri də var. Ümumilikdə müqayisə eləsək, müsbət tərəfi mənfi tərəfindən çoxdur. Birinci növbədə bildirmək istəyirəm ki, çox adam maşının dəmirindən şikayət eləyir. Məncə, yəni, dəmirə şikayət olunacaq dərəcədə zəif deyil. Normaldır, yəni 24 minlik bir avtomobil üçün hətta əladır. Və 24 minə bu zavod, belə deyək, sizə demək olar hər şey verir. Komplektasiya verir, rahatçılıq verir, ekonomiya verir, sonra görünüş verir. Yəni 24 minə bundan artıq nə ala bilərsiniz ki? Yəni söhbət sıfır maşından gedirsə əgər, bəli, ikinci əl bundan yaxşı maşın ala bilərsiniz 24 minə. Məsələn, alternativdə Honda Accord ala bilərsiniz, məsələn 16-cı, 17-ci ilin hibrid Accord'unu ala bilərsiniz, nə bilim, Camry ala bilərsiniz bu qiymətə, F10, F30 ala bilərsiniz bu qiymətə. Bəli, bunlar əla maşınlardır. Ancaq söhbət sıfır maşından gedirsə, sıfır maşın üçün bu qiymət əla qiymət və bu marka əla markadır. Bəli, xoşuma gəlməyən tərəfləri var. İlk öncə xoşuma gələn tərəflərini demək istəyirəm. Xoşuma gələn tərəflərindən biri ondan ibarət ki, məsələn, faraları, işıqları çox güclüdür. Yəni, çox xoşa gələndir, çox yaxşı işıqlandırır. Uzaq vuran işıqları olsun, yaxın vuran işıqları olsun, bunlar çox əladır. İkinci xoşuma gələn tərəfi ekonomiyasıdır. Yəni, orada priborda göstərir 4, 4, 2, 4, 5, amma reallıq 5, 5 yarım, hətta 6 litrdir. Ancaq, yəni bugünkü gün 6 litr belə olsa, yəni normaldır. Məncə, yəni nə qədər etməlidir ki, bir benzin maşından söhbət gedirsə, düzdür, benzindir, plug-in hibriddir, ancaq yəni ümumilikdə götürsək benzin istifadə olunur da bu maşına. Yəni normaldır, 6 litr normaldır. O vaxt Prius'larda deyirlər 3 litr işlədir, nəminə, yəni nağıl söhbət. Heç bir Prius 3 litr benzin işlətmir. Yəni bu da onun kimi kitabçasında 3.7 yazılır və ancaq reallıqda 4, 5, 5 yarım, 6 bax belə bir benzin yandırır. Yəni bu da ekonom sayılır. Yəni günümüz şərtləri üçün məncə yaxşıdır. Sonra xoşuma gələn əsas hissələrindən biri, məsələn, multimedia sistemi çox əladır. Sizə lazım olan hər şey var və bura hər şey yükləmək olur və onu da qeyd edeyim ki, biz bu maşın proqramlaşdırması ilə məşğuluq və bu maşına ürəyiniz istəyən, barmağınızı qoyduğunuz bütün proqramları yükləmək mümkündür. Yəni, əgər kimin istəyi olsa, məndən mütləq əlaqə saxlasın. Əlavə olaraq xoşuma gələn hissələrindən deyim sizə. Məsələn, yumuşaqlığı düzdür, məsələn, super deyil, normaldır. Yəni, belə deyək, mənim bundan qabaq bir çox maşınım olub. Məsələn, ən axırıncı F30'u deyim. Düzdür, indi F30 ilə müqayisə olunacaq maşındır. İndi hamı mən orada daşa tutacaq, sən bunu F30 ilə müqayisə edir. Xeyr, bu F30 ilə müqayisə olunacaq maşındır. Yəni, BMW mənim üçün şahdır. Yəni, mən həmişə BMW həvəskarı olmuşam və BMW-də olub. Ancaq müqayisə yumuşaqlığı müqayisə eləsəm, bu daha yumuşaqdır. Yox, gələk məsələn, çevikliyinə xeyr, bu çevik maşın deyil. Yəni, manevri yaxşıdır, düzdür. Çevikdir nə mənada? 290 at gücüdür. 1.5 motordur, benzin motoru, plug-in hibriddir. Batareykaların verdiyi at gücü 180, benzin motoru verdiyi at gücü 110 at gücüdür. İkisi ümumilikdə 290 at gücü eləyir. Yəni 290 at gücü bu kuza üçün əladır və gedişi superdir. Yəni bunu sürənlər bilir və test edənlər də bilir. Ancaq manevrından söhbət gedirsə, pavarota girməyindən söhbət gedirsə, nə bilim sürüşməyindən söhbət gedirsə, bəli, bunlar mənim xoşuma gəlmir. Yəni sürənlər də təsdiqləyər. Sonra xoşuma gəlməyən tərəflərindən biri. Məsələn, tormuzu mənim bir o qədər xoşuma gəlmir. Çünki öyrəşmişəm yaxşı tormuza. İndi bu da sinifi üçün yaxşıdır. Ancaq indi məlum məsələdir ki, bu qiymətli olan maşın üçün sizə Brembo tormuz sistemi qoya bilməzlər. Ona görə yəni ümumilikdə normaldır da mənim şəxsən xoşuma gəlmir. Yəni məncə zəifdir. Sonra xoşuma gəlməyən tərəflərindən biri, məsələn, salonun dar olmağıdır. Yəni bir geniş ailə üçün ideal avtomobil deyil. Ancaq
zaman ailə üçün yaxşıdır. Bagaj bir o qədər xoşuma gəlmir, çox böyük deyil, ancaq yəni normaldır. Böyük deyil, normal. Mənə çünki böyük bagaj lazım olduğuna görə mənə əl vermir. Ancaq ümumilikdə bagajı normaldır. Sonra xoşuma gəlməyən nə? Hə, xoşuma gəlməyən bir şey var. Məsələn, bu maşında işıq sensoru var, yağış sensoru yoxdur. Yəni bu xoşa gələndir. Yəni bu boyda bu maşın üçün komplektasiya izləsində bir yağış sensorunu oradan kəsiblər. Yəni bu xoşa düzdür. Bunun full versiyalarında var. Amma bunda yox, bu sadə komplektasiyadır. Sonra demək istəyirəm, məsələn, 11.000 kilometrdən mən bu maşını nə eləmişəm? 3500 kilometr ilk yağ dəyişməsi göstərir kitabça və maşının monitorunda da bunu göstərirlər. Ancaq mən 3000 kilometrdə səhv eləmirəm, ümumi probegin 3000 kilometrində dəyişmişəm. İkinci yağ dəyişməni isə deməli 10500 kilometrdə dəyişmişəm, ümumi probegin 10500 kilometrdə. Amma ümumilikdə mənim avtomobilim 10800 təxminən də belə gedib. İndi göstərmək istəyirəm onu dəqiq. Baxın. Bir dəqiqə burada dəqiq görsənəcək indi. Hə, 10900 kilometrdə, 10944. Amma əslində biz dəyişməliyik yağı HEV rejiminin. HEV rejimin hər 3000 kilometrindən bir. Mənim maşınım 10944 kilometr sürülməyinə baxmayaraq, mən demək olar heç HEV rejimdə sürməmişəm. Yəni, baxa bilərsiniz, 2694 kilometr sürmüşəm. Çünki mənim iş yerimdən evim məsafəsi yaxındır deyənə, mən çox vaxtı EV rejimdə sürürəm. Məsələn, EV-də amma 8250 kilometrdir. Çünki zaryadkaya qoyuram, zaryadka ilə sürürəm. Hə, sonra bəzi suallar verirlər ki, məsələn, maşını zaryadkaya qoymaq, çox zaryadkaya qoymaq ziyandır mı? Xeyr, ziyan deyil. Ancaq yaxşı olar ki, heç olmasa həftədə bir dəfə zaryadkaya qoyasınız. Belə ümumilikdə, yəni yenə deyirəm, yaxşıdır, yaxşı tərəfləri də var, pis tərəfləri də var. Sonra yanacağı ilə bağlı çox suallar verirlər. Yenə dediyim kimi 4,5 bu çox nadir hallarda olur. 4,8, 5, 5,5 reallıq budur. İndi pirborda göstərən fərqlidir. Sonra xoşuma gələn tərəflərindən biri 6-nın hündür olmağıdır. Yəni 6 kifayət qədər hündürdür. Yəni mənim bu maşını seçməyimdə ən başda səbəblərdən biri buydu. Çünki mən hündür maşın bəyənmirəm. Yəni sedan bəyənirəm. Sedanların içində də 6 hündürlərdən biri buydu və qiyməti də münasib olduğuna görə seçmişəm. Sonra dəmirin qalınlığını çox vaxtı deməli bəhanə edirlər. Dəmir kifayət qədər qalındır. Yəni kifayət qədər qalın deyəndə yəni nazik deyil, belə deyək. Biri yazır ki, nə bilim 30 ilə girdi, əzildi, nə bilim 40 ilə girdi, əzildi. Yəni bu dəyən maşın əzilməlidir da, bu reallıqdır. Sonra biri deyir ki, nə bilim maşının peridokundan səs gəlir. Qardaş, sürməkdən sürməyə çox fərq var. Yəni insan var ki, 100.000 sürür, maşında nokta problem olmur. Adam var 5.000 sürür, maşının bütün peridok sistemini tökür. Yəni bu sürməkdən çox şey asılıdır. Məsələn, bizdə Prado var idi. 2006-cı ilin Pradosu idi. O 2006-dan da bizdə idi. Keçən il satmışam. Deməli, o maşın 405.000 kilometr var idi. Üst-üstə 3 dəfə ustaya girməmişdi o maşın. Yəni, amma məsələn, mən servizə getmişdim. Bu maşını aparanda, Toyota servizə getmişdim. İmminlə bu maşından gətirmişdilər. Heç 10.000 probegi yox idi, motoru tökmüşdü. Çünki maşını yemişdilər. Yəni, maşını sürməkdən çox şey asılıdır. Yəni, sənin maşının xarab olursa, o demək deyil ki, o maşın pisdir. Yəni, sən Allah, məsələn, mənim maşımın sağ tərəfindən səs gəlir. Qabaq tərəfdən, sağ qabaq tərəfdən səs gəlir. Niyə? Bu yaxınlarda bir dənə Transit Ford məni yolda sıxdı, düşdüm latoka, ondan sonra səs gəlir. İndi belə çıxır ki, pis maşındır. Xeyr, mən bəh latoka girmişəm, 80 ilə 70 ilə latoka girmişəm, böyük bir latoka. Bu məcbur da, bu maşın gəlməlidir bu səs. Yəni, bu maşın əgər udara düşürsə, zərbəyə düşürsə, nəsə bir əmma çıxmalıdır ortaya. Yəni, mənlə bu BYD mövzusunda əlaqəli adamlar çoxdur. Yəni sürənlərin də çoxsu, elə demək olar gündəlik və gün aşırı mənə zəng eləyirlər. Sırf mənim tövsiyəmlə alanlar da çoxdur, razı olanlar da çoxdur və narazı olanlar da var. Narazı olanlar da var, bəli. Amma ümumilikdə yenə dediyim kimi normaldır, xoşa gələndir. Yəni necə deyim? Mən şəxsən 11.000 kilometrdə
yəni heç bir xətt qoymamışam. Düzdür, bugünkü gün getsəm ustaya sağ tərəfdə səs var, məlum məsələdir. Ancaq yəni indi onu bilmirəm xərci nə qədər olacaq. Təxmini bilirəm, bir 100-120 manat xərci var. Çünki maraqlanmışam. Amma yəni o da mənim səhvimdir, yəni maşının səhvi deyil. Belə ümumilikdə salondur, yəni normaldır. Yəni çox o qədər geniş deyil, ancaq normaldır, yəni bir cavan ailə üçün məncə əladır. Sizə arxasını da göstərim. Yəni cavan ailə üçün məncə əladır. Məsələn, bagajını göstərim, bayaq bagajdan söhbət elədim. Bu da sizə bagajını göstərim. İndi burada qabları var, düzdür. Bunu qoyaq belə göstərim. Yəni bagajı düzdür, bir o qədər böyük deyil məncə. Amma əksər insanlar deyir ki, böyükdür, kifayət eləyir filan. Amma məncə bir o qədər böyük deyil. Ancaq belə ümumilikdə normaldır. Sonra işıqlandırması yenə dediyim kimi onu da göstərim sizə. Arxa ledlər məlumdur. İndi işıqlandırmasını da göstərmək istəyirəm sizə. Baxın. Yəni hələ bu işığın altında belədir da. İşığın istəyirsə qaranlıqda da göstərim bunu. Yəni işıqlandırması əladır. Göstərim sizə qaranlıqda. Baxın. Yəni bu yaxın vuran işıqlardır. Baxın. Kameradan hələ bir o qədər yaxşı çıxmır. Və qabağında maneə var. Maneə olmayanda vapşə uzağa vurur. Yəni işıqlandırması əladır. Belə deyim də qardaşlar, ümumilikdə düzdür, bəlkə də bəzi suallara cavab vermirəm. Yəni beynimizdəki suallara. Ümumilikdə yəni bu qiymət üçün əla seçimdir. Kim bu avtomobili, yəni yenə deyirəm, siz bu avtomobili seçsəz, alsaz, mənə heç bir xeyri yoxdur. Yəni mən istəyərəm ki, necə xeyri yoxdur? Yəni istəyərəm ki, hamı münasib qiymətə yaxşı maşın sürsün. Yəni bu qiymət üçün də yaxşı maşındır. Ümumilikdə də hələ ki mənə heç bir problem yaratmayıb. Yəni Allah'a şükür. Yenə deyirəm, hər şey sürməkdən asılıdır. Hər şey üçün sürməyimizdən asılıdır. Problem çıxan maşınlar var, bəli. Mən bunu qəbul edirəm. Bir neçə dəfə tanıyıram ki, 10-0 maşında problemlər çıxıb, bəli. Amma bu o demək deyil ki, bu marka pisdir, keyfiyyətsizdir filan. Yəni belə, yenə əlavə nə sualınız olsa mənlə mütləq əlaqə saxlayın və yekunda əziz qardaşlar, burada mən bəzi proqramları göstərmək istəyirəm. Çox insanlar deyir ki, bu avtomobilə YouTube yazmaq mümkündür. Orijinal YouTube'dan gedir söhbət təbii ki. Yəni qeyd edim ki, orijinal YouTube yazmaq mümkündür. Bunu sadəcə yaza bilməyənlər deyir. Baxın, mən sizə göstərim orijinal YouTube'u. Və digər proqramlar tək YouTube deyil. Məsələn, Spotify olsun, Waze olsun, nə bilim, Instagram olsun, WhatsApp olsun. Yəni fərqi yoxdur. Bütün proqramlar bura yazmaq mümkün. Baxın, bu orijinal YouTube hər şeydə qaydasında işləyir. Sonra Spotify olsun, TikTok olsun, həm radio, Instagram, Chrome, Waze, Premium YouTube. Yəni istədiyiniz bütün proqramları buraya yükləmək mümkündür. Əgər siz də öz avtomobiliniz üçün bu və digər proqramlar istəsəz, bizlə mütləq əlaqə saxlayın. Əlaqə nömrəmiz 055 502 0036. Əlavə də maşınla bağlı nə suallarınız olsa, yenə dediyim kimi bu qiymət üçün 2025-ci il üçün, yəni günümüzü nəzərə alsaq, günümüz avtomobilidir. Yəni heç nədən çəkinmək lazım deyil, qorxmaq lazım deyil. Yəni onsuz da alacağınız hər hansı marka olmağından asılı olmayaraq mütləq ki, nəsə bir problem çıxacaq. Çünki sürülən maşında, yəni istifadə olunan hər hansı bir məhsulda problem çıxmağı normaldır və qəbul edilədir. Ona görə heç nəyə fikir verməyin və günü-gündən zapças bazarı çoxalır avtomobilin. Yəni kifayət qədər zapçasları var. Çox adam zapçaslarından qorxur, ancaq kifayət qədər zapçasları var və mən yerlərini də deyə bilərəm. Özümüz də sifarişlə gətirə bilərik. Ürəyi istəyən zapçasdır. Bakı qiymətindən dəfələrlə ucuz. Zapçasla da bağlı bizlə əlaqə saxlaya bilərsiniz. Yəni belə, qorxmaq çəkinmək lazım deyil. Ürəkli alın, sürün. Yəni 3 günlük, 5 günlük dünyadır. Yəni itirəcək heç nə, maksimum yəni itirəcəyiniz nə ola bilər? Yəni onsuz da ki, hansı maşını alsa sabah sizi yanına satarsınız. Xeyirlə sata biləcəyiniz maşın yoxdur. Bu da onlardan biri olsun. İtirəcəyiniz heç nə yoxdur. Ona görə ürəkli olun, alın, sürün.
yaxşıdır. Keyfiyyəti də əladır, ekonomiyası da əladır, baxın. Ekonomiyası da əladır. Düzdür, indi EV rejimdədir. Ancaq real göstərici hal-hazırda burada bir dəqiqə kamera yaxşı 2.9 göstərir, xeyr, əslində 2.9-da real göstərici 5 plus, bax, belə bir real göstəricisi var. Yəni, belə, dostlar, əlavə də nə sualınız olsa, məndən mütləq əlaqə saxlayın, mən sizin suallarınızı cavablandırırım. Sağ olun, var olun.